Hamıya tanışırlar, mən Laçınbıq. Bugün sizlərlə birlikdə Brawl Stars kəzəmləriniz necə danışacağım. Bilirsiniz ki, Brawl Stars'a yeni bir güncəlləmə gəldi. Və bununla birlikdə Brawl Stars'a təzə bir karakter gəldi. Karakterin adı Nori'dir. O, Brawl Stars'ta doğulan ən birinci karakterdir. Amma əsl qəlbi olan şey Nano köç paketləridir. Bəli, oyuna yeni gələn güncəlləmə ilə birlikdə Nano paketlər də gəldi. Və yuxarısında bir robot var. O robot sizinlə söhbət edir və bir sözdə deyir. Amma bəzən bir qəribə söhbətlər deyə bilir. Məsələn, mən bugün oyuna girdim və Nano paket hədiyyə gəldi. Orada isə beləncə bir yazı çıxdı. Yazıda həmin bu robot kömək istəyirdi. Yəni biz imdad biz. Bunun isə mənası kömək edin bızıtıdır. Bilirsiniz ki, robotların da bir kömək falan istəyəndə, yəni onun bir şeyi bacarmayanda bızıtı edir. Və bu da o demək olur ki, onun arxasında bir gizem var. Amma o gizemin nə olduğunu hələ də mən bilə bilmirəm. Bəlkə də içində başqa bir şey var, kim bilər. Amma inşallah Brawl Stars bunu açıqlayar. İndi ikinci konumuz. Bilirsiniz ki, Nuri'nin anası Kate və atası isə nədir onun adı? Və atası isə Kenji'dir. Bəs niyə anası Kate ultra əfsanəvidədir? Amma Nori və atası Kenji əfsanəvilər bölümündədir. Bu dəqiqə. Yoxsa Kate? Bu aşk değil de nefes. Bu aşk değil de ne? İnşallah bunu Kenji öyrənməz və inşallah bu həqiqi deyildir. Nəysə, üçüncü konumuz Arti. Arti oyunun ən gizemli karakterlərindən biridir. Daha doğrusu biridir, yox, ən gizemli karakterdir. Çünki kamerası ilə bütün karakterləri izləyir. Amına koyayım. Yani bunun kimi bir şeyler. Və əsas şeydir ki, yəni bütün karakterlərin üzünü görüb. Bir dənə El Primo qalıb. İnşallah onu da üzünü görə bilər. Amma Arti'nin bir səs kaydı var və o səs kaydında kömək istəyir. Yəni Elvis help me deyir. Sonra isə anlaşılmış sözlər, yəni bir şeylər gəlir. Amma help me oradan çıxmama kömək edin deyir. İndi sıra gəldi. Yəni indi dördüncü konumuz. Və Cordelius. Onun heç bir səsi yoxdur. Çünki o Lily kimi onu bir dənə ilə insandan yəni bitkiyə çeviriblər və beləncə Star Parka gəlib. Və uşaqlar, mən də gəzəmlərim bu qədərdir. Baxın, video saat 13:51-də başlamışam. Saat 14:59-u deməli, yəni 15:00 olacaqdır. 2 saat üstündə əlləşmişəm. Xahiş edirəm, nə olar, abunə ol, like atın. Özünüzə yaxşı baxın. Bye bye.